Gün boyu yağ yandırmanı aktiv saxlamaq üçün bu 5 ipucuna mütləq riayət elə. Birinci ipucu səhərlər ac qarnına yürüyüş eləməkdir. Ac qarnına yürüyüşdən əvvəl xüsusən də alma sirkəsi ilə su qəbul eləsən, şəkəri stabil saxlamış olarsan və insulini tarazlamış olarsan. Bu da gün boyu toxluğa şərait yaradır. İkinci ipucu səhərlər günəş işığının birbaşa bədənə qəbul olunmasıdır ki, bu bioloji saatın aktivləşməsinə səbəb olur və axşama doğru melatoninin vaxtında ifrazına səbəb olur ki, dərin yuxu üçün zəmin yaradır. Dərin yuxu yağ yandırmanın açarıdır. Üçüncü metod günün əsas yeməyindən sonra ən azı sərbəst 30 dəqiqə yürüyüşdür. Bu kimində günorta, kimində isə axşamdır. Bu hərəkət qan şəkərinin stabilləşməsinə səbəb olur və insulin sıçrayışının qarşısını alır. Dördüncü metod günün sonuna doğru intensiv hərəkətdir. Bu pilləkən qalxmaq da ola bilər, həftədə 2-3 dəfə sürətli qaçış da ola bilər, imkan varsa təpə çıxma da ola bilər. Hətta fitness zala gedirsinizsə, bu ağırlıq qaldırma da ola bilər. Növbəti və sonuncu qayda vitamin C. Bu tərcümədə şükranlıq duyğusudur ki, bədəndə şükranlıq duyğusu olanda dopamin ifrazı artır. Artan dopamin ifrazı bərabərdir azalan kortizol. Kortizol azdırsa, stres azdır. Stres azdırsa, yağ azdır.